Salam olsun bizi Avropadan, Almaniyadan, Rusiyadan, Moskvadan izləyən həmyerlilərimizə, Azərbaycandan izləyən hər kəsə salam olsun. Demək, gözəl xalqım, belə bir ailə bizə sosial şəbəkə üzərindən YouTube kanalımıza müraciət edərək vəziyyətinin pis olmağını bildirdi. Mən də istədim sizlərə göstərim və sizlərin köməyinizi istəyirəm. Allahın izni ilə bu qardaşımızı, bu balaları ilə sevindirək. 2 dənə gözəl göyçək balası var. Bu gördüyünüz hal-hazırda çəkiş gedilən ev də bu qardaşın deyil. Buna müvəqqəti veriblər. Bu yox. Axşamı çıxır, biz saat rayon Fətəli kənddə qalırıq. Ailədə 4 nəfər, uşaqların məktəbə getmir, nə ayaqqabıları yox, nə paltarı yox. Yoldaşım da oğurluq eləməyəcək ki, oğurluq eləsə gedib tutacaq. Hələ sağdır bizi yaşayan biri, dolanan biri. Ev bizimdir, müvəqqəti Allah köməsin, qohum qalmağa verir. Sabahda satanda küçədə qalacaq. 6 aydır qaza borcumuz var, verə bilmirik. İşığa borcumuz var, verə bilmirik. Yox da imkan. Ərzağa ehtiyacımız var. Olanda yeri, olmayanda ac qalıq, qonşu bir çörək verir. Onunla nə olacaq? Yəni iş olsa deyərsiniz ki, yoldaşı salamat niyə işləmir? Çünki iş yoxdur. Bir yerdən bizim gəlirimiz yoxdur. Allahımdan dolanıq. Azərbaycan qeyrətli xalqımdan kömək istəyirəm, xeyirxah insanlardan. kömək istəyirəm. Çox adamları sevindirir, bizi də sevindirir. Mən də gələcək kəsər böyüdürəm. İstəyirəm ki, hamı kimi mənim uşağım da oxusun. Ağlayır, deyir, ana getmək istəmirəm məktəbə. Deyir, ayaqqabını, uşaqlarım bizə baxıb utanıram, deyir, sapıqla gedirəm. Mən də istəyirəm ki, valideynəm, istəyirəm ki, onu yaxşı geyindirim, gəzdirim, oxudum, amma ona imkanım yoxdur. Mən də kimə deyim, hamı özün gücünlə dolandırır. Kimin nəyə güc çatır, qeyrətli xalqımdan, evim yox, işim yox, bir gəlirim yox. Gedib oğurluq eləməyəcəm ki, üzr istəyirəm, pis yola düşməyəcəm ki, yoxdur da, indi imkan yoxdur. Kimin nəyə güc çatır, qeyrətli bacı qardaşlarım bizə ərzaq yardımı, ərzaq alacaq evə, qaza ödəyəcək. Ödəməsiz qazımız da Üzr kəsilir. istəyirəm, sözü də kəsəm. İnşallah canlı yayımda Allahın izni ilə dediklərini deyərsən. Sənin qeyrətin qarşısında baş əyilən bir Azərbaycan xalqı kimi. Xalqın